koyular Allah yaxşı. Herkese salam. Deməli, salona getmədim. Düşündüm ki, evdə saç rəngi qoyum. Saat 1-də beynimə düşdü ki, saç rəngi eləmək. Yeznəvizə tapşırdım. Ala 6 alıbdı, bir də 6.77 alıbdı. Amma mən ondan darçın rəngdə istəmişdim. O da 8.34'dü. 8.34'ü tapa bilmədiyi üçün bu 2 dənə alıbdı. Deseydi bunlar mənim saçım rəngində neydi? Nəysə, mən də atışdırmışdım. Keçidlər çoxdur deyə. Məncə bunlar da qəşəng olacaq. Yaxşı olsa paylaşırım, yoxsa olmasa paylaşmayacağım. Getdik, özü yeznəviz qoyaraq. Dur Murat, bunları qatışdırım. Bu şərəfi sənə verirəm. Bir şey zərzat sana rəng qoyaq. Bir də qızlar nə düşünürəm? Qaşlarımı da eləyim deyirəm. Görmüdən pis olmaz. Səncə qaşlarımı eləyim Murat? Ya, qaşlarım. Hə? Qaşlarım qaradır da, bir qaşlarımı da eləyim. Tez ol da, mən səni gözləyəcəm. Biz belə rəng qoysaq saat 4-ə 5-ə qutararıq. Mən bunu bacarmıram mı? Hə? Bacarmıram mı? Ata, o boyda salonluğu bitirmişəm, mən də bitirmişəm. Niyə bacarmıyam? Bacaracağıq, tez ol. Qapıma bax. Buna bax. Bunda həm starı için eləyirsən, həm baş verək. Ay, yalan da. Yalan danışması Allah. Evet, bu heç bu qalır yox, düzdür. Məncə bizim əlcəkdən eləyək. Bunlar neyini? Hamısı tök içsinə, hamısı. Ay Murat, açdan da. Buna da açmışam onu. Sən şeylə mən əlcəkləri gətirim. Əlcəklər yaxşı olur, yoxsa bizim əlcəklər, bizim əlcəklər hamısı da yaxşıdır. Bu niyə açılmadı? Dedim poşkada gətirim. Bu neyini? Hə? Ata baxım. Nədir? Necə açılır? Bu necə açdın sən? Elə sən açdığın kimi. Belə. Qızlar bu necə olur? Hənsə mən bu şeyim gəldim. İndi mən elədiyimi sən də elə də. Elə də. Allah. Hər adam işçisi saçını rəng qoymuyor. Oradan. Doğru. Bədim. Alta gözlə. O rəngi ücretləyiyorsun, bu dəhsin sərbəyə rəngdir. Ama ne yazık Kızlar sağda gelir onda. Bunda fərqlidir. Bu niye açılmadı? Tam düşdün. Aa, kırmızı değil. Tamam. Kırmızı değil aşkım. Yeminle saçım kırmızı oldu. Kızlar bu kırmızı da Allah kendini. Bu nedir? Bu nedir? Her şey qatar içine. Sarıçqa ilə zaten elə oturmuşam ki məndə. Bir de nedir? Desem bu şampun idi, hə? Bu şampun dersin. Sözüm arkadaşlar yumuşaklar varsa kat. Kızlar Allah'ım kırmızı doğudan bakın. Bəlkə də kimsə sənə için dəyişib eləyib, yox mağazinlərdə olur. Görüm sən videoları.
Deməli, rəngin içinə əlcək qoyan bilir ki, birini balaca qoymaq lazımdır. Birini də böyük. Bax, bax. Koftalarımızı dəyişib gəldik. Çünki rəngimiz qırmızıdır. Koftamız basıda dolar. Murat, bir sən ağarsan. Dənə-dənə ayırıb qoyursan. Dənə-dənə. Gözümdə satı sayan olmuyor. Atay, bir sən necə? Bu günlərin biz başlayalım inşallah. Biraz götürüb darıya vur da əlinə. Az vura. Ayda. Başlayalım inşallah. Tez oldu Murat. Hardan gəlmişsən? Saç stili istəyirəm. Nə stil istəyirsən? Burada gel baxmış, saç stili. Dəqiq bir saat stil istəyirsən? Bəli. Bəlkə sənə başqa bir stil eləyək. Yox, mən bu saç stili istəyirəm. Fikrində dəqiq qərar vermirsən? Qaqa, elə da. Bu qırmızı deyil. Yox, mən sənə məsləhət görərdim ki, başqa stil eləyək. Yox, əgər sən bir saat stil istəyirsənsə, eləyə bilər. Allah, sən özün qoru. Mən qoruya bilmədim. Yoldaşımın içindən cin çıxdı. Qurban olum. Rəngi qoy da güləşdim. Başlayaq inşallah. Başlayaq. Allah, Məhəmməd, ya Əli. Tez olaraq. Siz də yeni rəngə hazırsınızmı? Qırmızı olsa sən. Hadi görəydik. Ooo. Mən də. Murat vlog tutamı bilir. Ooo. Nə eləməli indi? Bax. Yığ, sən yığ. Bax. Bir götür. Biraz. Elə bir dara, bunu dara. Bunu daradım, hə. Amma Ramazan zamanı belə yanmarım, nə? Bir rənglə də. Yox, mənlikdir. Hə, elə. İki dənə sizə video çəkmək üçün edeyim. Murat saçı ver bir mənə. Buradan. Ay Murat, oradan at, dalaşırıq. Krasnodar. Murat üstə deyirəm. Sonra deyirəm ki, evdə krasnodar. Git, salınaq saça krasnodar olsunlar. Murat eləmə. Sən bu mən saçımı yolmaqdan başqa Allah'ın olsun heç eləmədi. Kameranı söndür bir dənə. Bu nasıl? Ay Murat elə krasnodar koyular Allah bir yaxşı çıxmasın sənin burada. Kızlar yoldaşımıza vermeyin nasıl saçası krasnodar. Bunu tutacaq aşağıda tutmayacaq. Bu sefer su toşum gətirin. Hə? Su toşum gətirin. İkinci işləyirəm. Başım deyir. Əlcəyi çıxart o söndürdən. Əlcəyi çıxart o söndür. Tamam. İçim deyim. Alacağım yok. Nasıl oldu? O ne? Nasıl? Batıp da buralarında bulan silim ki. Neyden sesi? Oy. Açısta. Yandırır. Açston da o. Ha. Spitti. Açston saydır ha. Evde hamsi yeni şey ekledim. Onlar buralarıma da vurmuşsun. Neyse Allah. Ay be. Sen üzüm niye serpil? Başı bu tarafa elə. Güzel.
Arkasını ne? Şimdi ne stil oldu? Oldu bu. Meryem stili. Yüreğim bulandı Allah'ımız. Narahat olmuş oldu. Peşmanım. Əslində qızlar, bilsiz necədir? Saçımda cürbəcür renklər var idi. Düşündüm ki, saçımı biraz açım. Daha da qara eləmişəm dəsən. Bilməm, bəlkə evdə belə görsənir. Saat hal-hazırda 3'dür. Qoy təmiz açım, göstərəcəm sizə. Belə də yaxşıdır. Ev yoxdur. Qızlar, saat 3'dür, gedirəm yatıram. Saçıma baxıb eləmişəm. Görün necə canlandı, bir də baxın. Özümə təsəlli verəcəm. Bir də, çox qəşəng oldu. Yaxşıdır, normaldır. Gerək 7 alardı. Təsə arxalarını tutmayıb. Yoxsa tutub bilmirəm. Sabah xeyir qızlar, necəsiz? İlansız yatmamışam. Bu tərəfim işləmir. Yuxum elə tökülür. Başına bir tər oturmuşam. Miran necəsən? Miran deyir, ana bu nə saçdır? Atası bu da abur-cubur alıb hazırlayıb. Yeməklə uçmuş yiyir. Dərmanlarımı da götürdüm dedim içəri. Qısa insülin dərmanı içəndən şəkərim qalxmışdı. İnsülin dərmanı içəndən elə biraz özümə gəlmişəm. Şirniyyət istəyim zadım gedibdi. Saçma vaxtda. Necə göstərim saçımı sizə. Yaxşı. Salondakı kimi baxım eləmişim, eləmir. Canlandı saçım heç olması biraz. Bir də evdə saç rəngi qoyaram. Qırmızı. Anne, bit var. Öldür atmarım. Öldür atmarım. Bit var. Sonra. Ben biraz kaynanan burada yattım. Saat 51 tamamdı. Gelmişim Nazir'e. Kaynanam dodakta olup sevecek. Nazir'e diyecek. Ben özüm Nazir'e gireceğim. Çok teşekkür ederim. Qaynanam qızlar dodaq dolgusuna gəlir. İkinci seans edirik. Rol 5 vuruşdu, indi 1 qram. Bir dənə rol 5 vururum. Çünki dodaqları heç yox idi. Yaman gözəlləşmişsən. Ağdır. Dodaq dolgusu ağdır. Hə? İyi aldarsın. Artır. Səsi çıxmır. Qızlar, mən 6 eləyəndə ən çox ağrıdır. Qaynanam onda üst eləyəndə ağrıdır. Ağrıması normalda birazcık ağrıdır. İndi şeydir bəbəbərim. Da fidanın müştərilərdir. Gələndə rəy bildirirlər. Gelmişik lazerə. İkinci seansımızdır. Heç bir ağrı yoxdur. Fidan neçə ildir yanıma gəlir? Məncə 4-5 il tanıyırıq, amma hər ay gəlmirsən də. Hər ay gəlmirəm çünki heç bir nahiyədə tük yoxdur. İndi üzümə
nahiyəmə gəlirəm qızlar. İndi üzümdə göstərəcəm sizinlə. Bilirsiniz ki, məndə hormonal problemlər var da. Üzümü heç vaxt elətdirmirdim. Məndə tüklənmə çoxdur da. Buna baxmayaraq bədəmdə heç bir tük yoxdur. Amma üz nahiyəmə bu aralar gəlirəm. Bir ikinci seansdır ki, birinci seansın nəticəsini almışıq. Üzümdə elə də tük yox idi. Mən gələ birinci seansı çəkərdim. Yaşam çox tüklənmə olmuşdu qızlar üzümdə. Qaynağımı da gətirmişəm. Xanım da ancaq lazer zamanı sərinliyi hiss edir. Bir də balaca qarışqalanma hissi və salam. İnansız deyirdi, lazerə gedəndə keydici zat vurur. Bacım məsləhət edir. Yazmışdı. Dedi, kremi vur, sonra gedə get. Heç nəyə ehtiyac olmur. Valla səsi də gəlmir. Çünki ağzını bağlamışım. Kızlar, bu lazer fotocavanlaşdırma, artma effekti də var. Bol pikini nahiyəmizdə qaraltı varsa, onların hamısını ağardım. Qaynanamın biri lazerə getmişdi qol altına. İndi ağzı bağlı danışa bilmir, qoy onun yerinə mən danışım. Qol altısı qaynanamın qaradı. Daha da qara eləmişdi. Öz dillərinə dedi. Ağzı bağlı danışa bilmir. Onun səbəbi Mən elə bir bunun şoförü zadıyam. Bu nədir 6 manat verirsən? Elə bu. olan orada. Dodaq dolusuna pantolu boşu şey eləmişəm. Hələ diş həkimdə aparam. Belə şey yoxdur da. Gedək. Sən neçə saata çıxırsan marketdən? Soruşmaq ayıb olmasın. Bir dənə çörəyə görə böyük marketə girirsən. Ağac oldum burada. Səsi çıxmır, var, qorxur məni. Ürək xəstə adamam, məni çox əsəbləşdirmir. Yaş. Sənədən bu gözləyirəm mən. Düz get. Düz gedəcəm də, görürsən qırmızı yanıbdır. Gələcək 100 manat, 3 bal, özdə oğluma gedir. Kim ödəyəcək? Mən demişəm, maşında kim olur olsun, cəriməm gələcək, elə bildim pul atı. Ədivini də verir, var. Mən nə qədər xərcləmişəm? Demişəm ki, maşında kim olanda cərimə gəlsə o ödəyir. Düz deyirəm qızlar, yoxsa səhv deyirəm. Miranın arxada yolan döşəyinə baxın. Ay can. Getdi. Büdü. Hə? Kim? Aygün. Aygün bugün məktəbdə, bağçada olmuyor baxın. Hə? Vəfi döyər səni, Vəfi döyüb. Ad qoyubdu, Vəfanın adını Vəfi, Aygünün adı Acün. Kim döydü səni bugün? Haradan vurdu? Başından. Ay dada. Başqası vurdu. Adını bilmirsən? Haradan vurdu? Əlindən. Dedi olmaz. Mira. Deməli qızlar, Miran bağçadan götürdüm, gəldim, evə gəlmişəm. Evin bütün işıqları yanılıdır da. Yəni, hə? Kim? Aç da. Buradan yoldaşıma səslənirəm ki, yəni səhər tezdən evdən çıxansın. Bu ışıq niyə yanıldı? Kim üçün yandırmışsın? Çölü yandırdığı başa düşdüm. Düş də düş. Bir zəhmət düş. Düş, evdə eşyası yoxdur. Bu elə bilir evdə kimsə var. Düş yerə düş. Yox, kömək eləmirəm, düş. Bırax da qapını. Al. Gözləyir elə hər şeyi mən eləyim. Ayaqqabı çıxart. Necəsən? Ayaqqabıları yerinə qoy. Bura gəl. Düş, ayaqqabıları ora qoy. Tez ol. Tez ol. Adam ayaqqabıları elə atar. Olmaz axı. Götür ayaqqabıları. Düş aşağı. Düş aşağı götür. Düş aşağı. Bura koy. Bura. Düş. Düş. Düş aşkım. Düş bura koy ayaqqabıları. Başqaları aparal. Düş. Yer atma. Düş bak bura koy. Ata bura koy. Sen de koy. Düş.
Düş yerə, düş. Hə, ora qoy, ora. Götür. Sərgəli qoy. Dini ayda. Hə. Yo, aşağı qoy, aşağı. Bu ayaqqabıları Miran yığıva belə. Aşağı qoy. Bax, ora bu. Hə, get yaş. Gördün, düşdü yerə. İşıqları söndürür. Atan eləmədiyini sevir. Gəl. Getdi. Əlində sulkalatın nə qədər. Düş. Gəl. Ay, boş yer var da, ora niyə qoyursan? Də, gir içəri, yaxşı. Sonra mənə bax. Çanta götürməyəm, mən çanta götürürəm baralar. Doydun? Nənə sən çıxalıb bax. Gördüm, qaynanam evə qəşəng qara çörəklər alır. Götürdüm bir dənisini. 85 qəpikdir. Arazdan alırlar, çox qəşəng. Mən yeməmişəm ha. Onlar kəsmişdi, mən də elə kəsiyi götürdüm ki, olsa bizdə yeyən yoxdur. Al. Bu üçüncüsü peçenyedir kızlar, çox qəşəngdir. Qaynanam kilodan alır. Yox, karobkadan alır. Mən Miran üçün götürdüm. Allah, çox dadlıdır. 28'də aşağıda Xoftavoylardan alır. Nə qəşəng olur. Kutkar soyun da. Kutkar soyun. Kutkan ne cümlədir? Kutkan ne cümlədir? Niye her şeyi mən eləməliyəm ya? Çörək? Ne oldu elə hamısının tadına baxıyorsun? Bakın, adım, dur, gözlü. Kaynanamın sayesinde mi? Ne? Tatlı da qara çörək. Yemək pişireyim sana. Ha? Mira. Başladı kaşıklar da atmaya, Allah uşaq. Gün yenə evi dəyişirəm. Düşünürəm ki, bu otağı necə eləyə bilərəm. Əvvəl bu oradaydı. Bu da oradaydı. İndi bunu ora qoymaq istəyirəm, bunu ora qoymaq istəyirəm. İndi düşünürəm ki, fərqlilik yaxşı bir şeydir. İndi görək necə olur. Yaxşı olacaq. Evi forması dəyişdi. Gördüyünüz gibi belə qəşəngdir bəncə. Pişkaları çoxsu baba gilə göndərdim. Şkaflar için sonra yığışdıracağım. Hər dəfə yığışdırıram. Bu 2 dənə sürmə papes sürməsidir. Ayda bir anın bu uşaqlıq pişkası itmişdi. İçdimə. Danışa bilmirəm qıza, çox pis xəstələnmişəm. İşte bu içindəymiş. Üçü buraya yığmışdım. Bir an orada yatırdı. Hadi görüp burada yatacaq. Yatması yedi. Üçü buraya yığacağım. Oranı açacağım. Biraz 4-5 tane kaleskası var. 3 tane kaleskası baba girdədir. Bir tane kaleskası oradadır. VSV'dedir. Bu VSV'dedir. Bu sürülür. Hamısı qaydana balıb sağ olsun. Stollar da oradadır. Bu da hamamda yığışdırdım. Bu içine koydum. Qəşəng rahatça bezdirirdim. Burada da qırılıb yapsın. Şkafları qırıb biraz. Bu şekilde dəstədə yığışdırmaq lazımdır. Bunun içində şalvarlar var. Cins şalvarlara baxalım. Bunları ayırmalıyam. Hansı gəlir, gəlmir. Yığışdırmalıyam. Kassada o gün açtım. Bu ihtiyacım var idi. Açtım kassamda. Belə orada gəlib yapanlardı. Mamam deyir ki, gəl paltarlarımı apar. Düz 6 dənə bundan aparmışam mama gələ. 6 dənə uşaqlıq paltarıdır. Heç kəsə verə bilmirəm. Yarısı vermişəm, yarısı da verə bilmirəm. Burada da var. Burada bu şəkildə dişli yoxdur.
Kızlar, hər birinizi sevirəm. Videonu izlədiyiniz üçün çox sağ olun. Videonu burada sonlandırıram. Yorum yazıb abunə olmağı unutmayın ki, yeni videolar gələndə qarşınıza çıxsın. Əslində mən video çəkəsi deyildim, amma istədim Murat saçımı boyayanda çəkim. İnşallah sizin üçün xoş video olar, maraqlı video olar. Videoların gəlməsini istəyirsinizsə, səhifəmizə abunə olub yorum yazın ki, mən də həvəsə gəlim. Necədir saçlarım? Saçlarım çox qəşəngdir. Əslində bu rəngi istəmirdim, amma yaxşı bu rəng oldu. Bu rəng məni cavan göstərir. Dolu xanımlara sarı saçlar yaraşmır. Əslində mənim rəngim sarı olduğu üçün, ağ olduğum üçün sarı rənglər mənə gedir. Amma düşünürəm ki, kökəlmişəm, mən bu rəngdə qalmağı tövsiyə edirəm. Amma bu rəngə də keçəndə qızlar saçlarım dəhşət çox yağlanır. Bir gündən bir gərək yuyum. Belə necədir, bəyəndiniz? Yorumlarda yazın. Maçı.